Və davam edirik əziz tamaşaçılar. Yeni qoşulan tamaşaçılarımızı da salamlayıram və qeyd edim ki, artıq növbəti dəyərli həkimimiz, mütəxəssisimiz bizimlə bərabərdir. Qısa zamanda verilişimizdə onu görürsünüz, amma bu zaman ərzində artıq izləyicilərimizin ürəyini fəth edən bir həkimimizdir. İstəyirəm artıq onu görəsiniz. Tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi, qidalanma üzrə mütəxəssis Turan Axundova bizlə bərabərdir. Xoş gəlmisiniz doktor. Xoş gördük Günay xanım. Bugün də çox maraqlı bir mövzudan danışacağıq inşallah. Yəqin ki, bizim gözümüzdə necə görünür mikroskopiya biz insanlara o gözlə göstərəcəyik. Bəli, əslində həm televiziyalarda, həm sosial platformalarda bu haqda demək olar ki, çox az danışılıb. Yəni olsa da mənim rastıma çıxmayıb. Mən daim verilişdən əvvəl mütləq bir araşdırma aparıram, həm mövzularla bağlı, həm danışacağımız belə deyim ki, mətnlərlə bağlı. Nəyə görə? Çünki izləyicilərin daha çox verdiyi sualların səslənməyini istəyirəm və məhz həkimlərimizə də onu ünvanlayıram ki, bir faydamız dəysin. Çünki insanlar gündəlik həyatlarında müxtəlif hallarla qarşılaşırlar və bəzən bilmirlər kimə müraciət etsinlər, suallarını kimə səsləndirsinlər və yaxud da hansı ixtisaslı həkim məhz buna çarə tapa bilər. Elə Sağlam Günayın əsas məqsədi də odur ki, sizə o həkimin adını söyləmirik, sizə həkimin ixtisasını söyləyirik ki, bax bu həkim, bu ixtisaslı həkim məhz bu problemlərlə məşğul olur və bizim dəyərli Turan xanım buradadırsa, bilirsiniz ki, 20 ildən artıq bir iş təcrübəsinə malik bir həkimimizdir. Tibb üzrə fəlsəfə doktorudur, qurd xəstəlikləri üzrə mütəxəssisdir, parazitoloqdur, laboratoriya mütəxəssisi və həmçinin qidalanma üzrə mütəxəssisdir və 2019-cu ildə ləmbliozla birgə rast gələn hepatit B xəstəliklərinin müasir diaqnostikası mövzusunda elmi dissertasiyanı müdafiə edib, 30-dan artıq beynəlxalq və yerli elmi konfrans və seminarlarda iştirak edib, məruzəçi kimi çıxışlar edib, qastroenteroloji xəstəliklərlə bağlı, uşaqlarda vitamin azlığı, anemiyalar, dəri xəstəlikləri, allergiyalar, həmçinin qurd invaziyaları, ləmbiyoz, bağırsaq florasının pozulması, immun zəiflik, allergik xəstəliklər, boy və çəki azlığı, saç tökülməsi ilə də bağlı dəyərli həkimimizə müraciət edə bilərsiniz və elə əlaqə nömrəsini ekranda görürsünüz 050 273 90 16 və həftə içi, yəni 6 gün ərzində, şənbə günü də daxil olmaqla Baku City görüntüləmə mərkəzində Gənclik metrosunun yaxınlığında yerləşir. Orada pasientləri qəbul edir. Həm uşaqlar, həm yeniyetmələr, həm böyük yaş qrupundan olan insanlar müraciət edə bilər və fevral ayının sonu isə Lənkəranda olacaq. Cənub bölgəmizi buradan salamlayıram. Pasient qəbulu elan edir dəyərli Turan xanım. Lənkəran Medlandiya hospitalda. Hansı ki, bu hospitalda bir gün ərzində qəbul olacaq. Qəbula yazılmaq üçün ekranda gördüyünüz 050 273 90 16 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bəzilərini vurğuladım ki, nə ilə bağlı müraciət eləyə bilərsiniz. Bəzilərini isə verilişimiz əsnasında özünüz də biləcəksiniz. Və əziz tamaşaçılar, laborator diaqnostikanın görünməyən, amma taley yüklü bir hissəsindən danışacağıq. Mikroskopiya nə qədər doğrudur? Ümumiyyətlə, mikroskopiya vasitəsilə hansı xəstəlikləri aşkar edə bilərik? Nəyi göstərir mikroskopiya? Nəyi qaçıra bilər? Bəzən analiz təmiz çıxır, amma şikayət qalır. Bəzən də müxtəlif laboratoriyalarda nəticələr fərqli olur. Bu barədə bizə çox mesajlar gəlir. Getdim, indi ad çəkməyəcəm, filan yerdə verdim, belə oldu. Burada verdim, tamam başqa bir nəticə çıxdı. Mikroskopiyanın güclü və zəif tərəfləri, alternativ üsullarla müqayisəsini bizim dəyərli həkimimiz tam olaraq bizə aydınladacaq. Ümumiyyətlə, mən istəyirəm ki, mikroskopiyanın hansı hallarda istifadə etdiyinizi və daha çox hansı xəstəliklərdə sizə yardımcı olduğunu söyləyəsiniz. Deməli, mikroskopiya budur ki, elə bir diaqnozlar var ki, bunu biz ən böyük aparatlarla belə olsa təyin edə bilmərik. Və yaxud böyük bir maliyyə sərf eləyir ki, bir hər hansı bir qurd invaziyasını dənə-dənə verməkdən, ayrı-ayrılıqla yoxlatmaqdan, antigenlərinin təyini, PZR-lərin təyini olmaqdansa bir mikroskopik müayinə bizə həm sadə, həm ucuz başa gələn, həm də güvənilir bir görüntü sahəsi verə bilər. Lakin bunu etmək üçün biz mikrobioloqlara, laboratoriya həkimlərinə çox güc düşür ki, biz onu atlas səviyyəsində çox güclü bilməliyik, yəni müqayisəsini identifikasiya etməliyik və biz gördüyümüz sahələri yaddaşda saxlayaraq, həkk edərək xəstələrimizin özlərinə belə göstərə bilirik. Gördüyünüz burada... İstəyirsinizsə elə fotoların üzərindən danışaq. Deməli, ilk olaraq biz mikroskop haqqında danışmaq istəyirəm ki, zaman irəlilədikcə və müasir tibb
genişləndikcə, müasirləşdikcə texnologiyamız da çox müasirləşir və bizim ən son texnologiya olan Leica DM2500 olan mikroskopumuzla biz bu işi görürük ki, DM2500 10, 20, 60, 100 qədər böyüdərək və müxtəlif rənglənmiş mikroskopik biomaterialları belə göstərərək çox böyük bir tətbiqlərdə müayinələrin dəqiqləşdirilməsi çox böyük bir irəliləyişdir ki, bizə gözəl kömək göstərir və diaqnozlarımızı dəqiq təyin edə bilirik. Biomateriallar istər nativ şəkildə, istər rənglənmiş, qurudulmuş şəkildə müayinələr göstərilir. Gördüyünüz bu şəkildə hətta qan hüceyrələrinin, bazofillərin, hətta leykozların təyinində hüceyrələrin dəyişməsini belə biz onkoloji hüceyrələri belə təyin edə bilirik. Bunlar hamısı mikroskopik səviyyədə təyin olunur. Növbəti keçək zəhmət olmasa. Deməli, burada mikroskopiyada göbələk infeksiyalarını biz təyin etmişik. Göbələk bildiyiniz kimi keçən dəfə mövzuda da danışdıq. İstər dəri səthində, istər serikli qişalarda, istər mədə-bağırsaq hissəsinə, digər orqanlara belə düşə bilər ki, bunlar bizim üçün parazitlər sayılır və müxtəlif digər ikincili xəstəliklərə səbəb ola bilir ki, biz bunları dırnaq üzərində, dəri üzərində, saçın dibində belə hətta təyin edirik. Gördüyünüz bu görüntülər bizim laboratoriyalarda təyin olunmuşdur və hətta bu xəstəni dəfələrlə digər həkimlərə müraciət edərək laboratoriyalardan keçmişdir və inkar olunmuşdur göbələk xəstəliyi. Biz ona görə bu diaqnozları, hətta yaxmanın ümumi müayinəsində cinsiyyət üzvünə düşmüş bir autoimmun prosesə səbəb olan bir göbələk növüdür ki, aktinomitsitlər adlanır. Biz bunları, görüntüləri götürərək, atlasla müqayisə edərək tam xəstələrə göstəririk. Doğru diaqnoz qoyuldu. Bəli. Yəni bu bir qızıl standartdır. Bəli. Bu xəstəliklərin müəyyən olunması üçün. Bəli. Və burada qanakoklar. Qanakoklar, qanariya xəstəliyi bildiyimiz kimi cinsi infeksiyadır. Kəskin sürətdə baş verir. Leykositlərin çoxalması ilə və iltihabın, irinin gəlməsi ilə cinsiyyət üzvünə nəticələnir və çox ağır bir fəsadları vardır ki, kişilərdə prostatitlərin xronikləşməsi səbəb ola bilər. Qadınlarda hətta yumurtaqların və uşaqlığın funksiyasının pozulmasına gətirib çıxara bilər. Hətta sonsuzluğa belə gətirib çıxara bilər ki, qanakokların təyini isə sadə üsul olsa da, rənglənmiş hüceyrələrimizi yoxlanışı olsa da, hər bir mikroskopist bunu təyin edə bilmir. O qədər gözəl mövzudur ki, bu. Bəli. Baxın, o qədər Çox insanlar geniş, var ki, analiz verirlər. Bayaq mən mövzuda qeyd elədim, amma bunların üzərində daha aydın danışmaq olur. Bəli. Ki, əlamətlər var, gedirlər həkimə. Analizlər verirlər, hansı laboratoriyada verirlər, təmiz çıxır. Amma görürsünüz, bunda xüsusi bir yoxlama, müayinə üsulu var ki, hansı ki, məhz Baku City görüntüləmə mərkəzində Turan xanım, həm də bilirsiniz, laboratoriya mütəxəssisidir. Uzun illərini bu işə həsr edən bir həkimimizdir. Bax, o insanlar var, analiz veririk, heç nə yoxdur, amma bizi çox ağır əlamətlər narahat edir, özümüzü pis hiss edirik, istər kişilər, istər qadınlar. Mən də burada saymayacağam, o qədər ağır fəsadlarla üz-üzə qalan insanlar var ki, onların həyat keyfiyyəti belə aşağı düşür. Amma bu müayinə sayəsində doğru diaqnoza qovuşurlar. Bəli, hətta biz o diaqnozları özlərinə tətbiq edə bilərik, təqdim edə bilərik ki, bu rənglənmiş yaxmaları, qurudulmuş yaxmaları özləri ilə götürüb hər hansı bir başqa yerə apara bilərlər. Necə ki, onkoloji bir histoloji materiallar verirlər və onların müayinəsini götürərək başqa bir yerlərə başqa ölkəyə göndərmək olur hətta. Elə bir şeylər də bizdən mümkündür. Çünki biz diaqnozumuzun arxasındayıq. Qoyduğumuz diaqnozların sübutu olaraq onlara biomaterialları belə təqdim edə bilərik. Bəli. Nə gözəl və növbəti fotoları da mən istəyirəm izləyək. Çünki fotoları gördükcə izləyicilərimiz aydın şəkildə, yəni şəkildə də deməli, simfisis publika deyilən gənə növüdür. Gənə dediyimizdə biz çox mikro görüntülərə malik olan qasıq nahiyəsinin biti və yaxud gənəsindən söhbət gedir ki, biz bunu sidik analizində tapmışıq və sidik analizi təbii ki, sidik yollarında yox, dərinin üzərindən hoplanaraq düşmüş bir növdür və bunu atlaslarla, yəni kitablardan müqayisə üçün birləşdirmişəm ki, biz tapmışıq buğumlarından, ayaqlarının ölçülərindən, bığcıqlarından tutmuş və onu ölçərək təyin etmişik dəqiqliklə. Bəli, eyni bir növ olduğunu təyin edirik və beləliklə gənənin bütün növləridir, dəri gənələridir, gözlərdəki, kirpiklərdəki gənələrin təyin edilir. Qaşınmalardan əziyyət çəkən insanlar var, söyləyirlər ki, qaşınır, amma bilmirəm nə ilə bağlıdır. Və ikincili olaraq dərinin infeksiyalaşmış bir, iltihablaşmış bir dəriyə sahib olurlar. Bilmirik göbələkdirmi, gənədirmi, infeksiyadırmı? Bax, bu mikroskopik müayinə sırf bizə bu materialların dəqiqliyini göstərəcək, diaqnozun dəqiqliyini göstərəcəkdir. Bu sidik analizidir. Deməli, sidik analizi görürsə, mikroskoplar bizdə kompüterlara həkk olunur və kompüterlara böyük bir kameralarla biz onları izləyirik və əvvəl bir gözümüzlə mikroskopa baxırıq.
baxırdıq. İndi binokulyar mikroskoplar çıxıb və bu binokulyar mikroskoplar ilə istər rəngləri ilə, istər optik ötürücülüyü ilə çox gözəl bir görüntülər verir ki, biz sadə bir duzdur deyərək, böyrəyimizdə duzdur da, amma bu duzların sidikdə gəlin necə harmoniyalı və gözəl görüntüsü və bu bizim sidik yollarına keçərkən qırmızımtıl qanla ifrazına səbəb ola bilər, cızaraq sidik yollarını keçə bilər, böyrəklərdə pielonefritlərə səbəb olur, glomerulonefritlərə səbəb ola bilər və yaxud sistitlərə səbəb ola bilər. Çünki duzlar böyrəklər qanı süzərək, oradan infiltrasiya nəticəsində təmizi qanı absorpsiya edərək kirli serumlarımızı bizim sidik vasitəsilə atırıq və bu zaman biz duzları ya yığırıq süzgəc kimi böyrəklərimizin içərisinə və yaxud da sidikdən axarları ilə xaric edirik. Yəni uroloji problemi olan insanlar da var, hansı ki çarə tapa bilmirlər, diaqnoz qoyula bilmir, əlamət var, amma analizlərdə heç nə görünmür. O zaman müraciət edə bilərsiniz. Özdə Labmed tibb mərkəzidir. Bəli, bunu rayonda, Qazax rayonunda təyin etmişik, oradan qalıb görüntülər. Deməli, bu bizim enterobüs qurdumuzdur. Düzdür, çox balaca ağ qurtlar, sarı qurtlar kimi görsənsələr də biz mikroskoplarda bunları ayı kimi görə bilərik. Ona görə görün orada istər mədə-bağırsaq sistemi o qurdun, istər deməli içərisindəki yüzlərlə yumurtaları necə aydınlıqla görünür. Biz mikroskop səviyyəsində bunları aşkar edirik. Yəni mədə-bağırsaqda da yaranan narahatlıqlar, müəyyən əlamətlər var. Ötən dəfə mən sizə sual vermişdim. Bu sualı oxşar sual olmasa da, amma siz sadalamışdınız o əlamətləri. O narahatlıqları yaşayan insanlara səslənək o zaman. Bəli. Narahatlıq yaşasalar da, yaşamasalar belə bu qurd invaziyaları yoluxa bilərlər. Hətta bu görüntülərdə həmin qurdun, enterobüs qurdunun yumurtalarını aşkar edirik. Bunu oturacaqdan yaxma vasitəsilə götürmüşük. Yəni orada da yazıldığı kimi gecələr səssizcə qımıldamalar, qaşınmalar, hansı ki oturacaq nahiyəsində bu istər böyüklər, istər uşaqlarda baş verə bilər və 99% bütün əhalidə rast gəlinə bilər bu qurd növü. Çox sadə və tez yoluxan bir qurd növüdür, fekal oral yolla yoluxur. Lakin hərəsi bir 500 yumurta buraxaraq və o 500 yumurtadan bir 100-cə dənəsi bizim bağırsağımıza inkişaf edərək bizdə belə bir nəticələr səbəb olur ki, klinik əlamətləri zaten hiss eləyəcək insanlar. Turan xanım, bir də bizə saç tipi xəstəlikləri ilə bağlı çox yazan izləyicilərimiz var. İstəyirəm onlar üçün də müəyyən görüntüləri göstərək və siz danışasınız. Buyurun. Deməli, saç tipində görün, gənə, iltihab, parazitlər, hər bir şey ola bilər. Saçım tökülür, vitaminlər içirlər çoxlu və bu vitaminləri içərək biz daha da özümüzdə olan parazitləri qaldırmış oluruq. Qidalandırırıq. Təbii ki, saçın dibində gənə vardır. Gənə varsa da biz onu yüz qidalandıraq, yüz maskalardan istifadə edək. Heç bir nəticə əldə etməyəcəyik. Saçın kökləri belə mikroskopik səviyyədə araşdırılır. Burada gördüyünüz kimi trixofitiya, allopesiyaların olması, nahiyəvi tökülmələrin baş verməsinin hər biri istər göbələk xəstəliyi, infeksion dəri xəstəlikləri və yaxud gənə infeksiyalarından baş verə bilər. Yəni bax bu saçlarda müəyyən yerlərdə nə bilim deyirlər 10 qəpiklik boyda, qoz boyda, daha böyük nahiyədə tökülmə olan insanlar var. Bax o insanlara səslənirik ki, vaxt itirməyin, vaxtında həkimə müraciət edin və Turan xanımı nəyə görə çox sevirəm? Ona hər yerdən sual verə bilirəm. Həm qurd xəstəlikləri üzrə mütəxəssisdir, yəni hamısında ayrı-ayrı təhsilini alıb, elə ən azı 10-15 il bu təhsili alıb, həm laboratoriya üzrə mütəxəssisdir. Gördüyünüz kimi elə bu gün də mövzu tam laboratoriya üzrə mütəxəssis olan bölümdəndir və həmçinin də qidalanma üzrə mütəxəssisdir. Həm də sizə çox gözəl bir qidalanma təyin edəcək ki, gələcəkdə kompleks bir yanaşma, xəstəlikləriniz geri qayıtmasın və bir dəfə analiz yetər deyən bəzən insanlar olur və bir dəfə analiz verirlər, gedirlər, analiz tam təmiz çıxır. Məsələn, elə qurd xəstəlikləri barəsində danışaq. Bir dəfə analiz doğrudan da yetir bu hallarda, yoxsa? Bəzən xeyr. Çünki bəzi biomaterialların götürülməsi üçün, misal üçün, dəri yaxması götürülməsi üçün heç bir mazlardan istifadə etməlidirlər 3 gün ərzində ən azından və 3 gün ərzində çinməməkləri məsləhət görülür. Çünki dəridə hər hansı bir bariyerdə epitelləri biz yuyaraq o görmək istədiyimiz epitelə rast gəlməyə bilərik. Və yaxud da gənələri və yaxud göbələk infeksiyasını biz orada yumuş ola bilərik həmin zaman və dərin nahiyələrə dalmadığımızdan biz üst hissə epitelial təbəqəni götürdüyümüzdən biz ona rast gəlməyə bilərik. Bunun üçün xahişimiz odur ki, insanlar müraciət edərkən dəri yaxmalarında çinmədən və ya mazlardan istifadə etmədən, bəzi antibiotik terapiyalardan istifadə etmədən müraciət etməlidirlər.
Saçlar ən azından 2 gün yuyulmamalıdır ki, müraciət zamanı biz ona baxa bilək. Önəmli məqamdır. Bəli, hormonlar və biokimya, yəni orqanizmin özünün funksional inkişafını bilmək üçün hormon və biokimyavi materiallar götürülərkən qan təhlillərinə, səhər tezdən ac qarına və yaxud yuxudan qalxanda 2-3 saat ərzində götürülməlidir. Hətta kortizol hormonu deyilən böyrək üstü vəzi hormonumuz vardır ki, bu daha xüsusi bir nəticədir ki, səhər yuxudan qalxan kimi insan yarım saat ərzində o analizi verməlidir. Yarım saat ərzində. Bəli, bəli. Hətta demək ki, yuxudan qalxıb elə hazırlığı o qədər tez olmalıdır. Bəli. Çünki bu analiz indi dəb halını alıb, ətrafından eşidirəm. Bəli, bəli. Daha çox xanımlar verirlər, hansı ki, qarın nahiyəsində piylənmə müşahidə edirlər və deyirlər ki, bütün bədənim arıqdır, bir dənə qarın hissəsində, göbək hissəsində çox belə piyin qalınlaşması var. Bəli, hətta piy və qaralmalar ən çox müşahidə olunur. Bu da bir başqa, bəli, bu başqa bir mövzuda daha böyük bir geniş bir dəfə də inşallah danışarıq bu mövzudan. Yəni deməli kortizol yuxudan duran kimi yarım saat ərzində yoxlanmalıdır. Verilməlidir. Çünki kortizol saatlar keçdikcə azalmağa, tükənməyə başlayır. Hər dəfə biz hərəkət etdikcə kortizolu azaldırıq. Təbii ki, kortizolun müalicəsində belə qaçış və yürüyüşlər daha çox məsləhət görürük ki, çünki bunu biz o zaman tükətirik. Bu enerji hormonumuzdur bizim. Yuxudan qalxarkən maksimum dozada olur. Biz o maksimumun pik nöqtəsini təyin etməliyik ki, müalicəni ona səbəb verə bilək. Aha. Və icazənizlə Turan xanım, suallarımız çoxdur. Qaynar xəttimizə Instagram səhifəmiz Sağlam Gün Həyat TV və TikTok canlı yayımımızda da hal-hazırda sual verən izləyicilərimiz var. Bir izləyicimiz yazır ki, eyni analizi 2 yerdə verdim. Biri müsbət, biri mənfi çıxdı. İndi mən hansına inanım? Əslində Üçüncü laboratoriya bizə müraciət etməlisiniz. Çünki təbii ki, 2 müayinə laboratoriyalarda elə bir fərq çıxırsa, təbii ki, tam başqa bir laboratoriya, güvənli laboratoriya 3-cü dəfə analiz verilməlidir. Aha. Analizdən əvvəl nə yeməmək, nə etməmək lazımdır, soruşur izləyicimiz. Yenə dediyim kimi, bayaq biokimyaları, hormonları mən izah etdim. Yemək içməkdə əsasən alkoqol içkilər təbii ki, olmaz. Siqaret üstünlük verilmir. Bir başqa dərman preparatları da, qan dərmanlarıdır. Bunlar heç birinin istifadə olunmamalıdır. Yenə də bundan əlavə olaraq infeksiyaların yoxlanışında heç bir əlavə müayinəyə ehtiyac yoxdur. İnfeksiya yalnız antibiotik terapiya lazım olmur. İstənilən günün saatlarında dəri yaxmaları, yenə dediyim kimi, çinmədən verilə bilər. Başqa infeksiyaların qanda təyinində ehtiyac yoxdur. Səhər, axşam fərqi yoxdur. İnfeksiya infeksiyadır. Bu qanımızdadır. Biz qan təhlilini götürərkən yalnız antibiotik terapiyalardan və digər preparatlardan çəkinərək bu müayinələri verə bilərik. Nəcisin ümumi müayinəsində yenə ac-tox fərqi yoxdur. Lakin nəcisin deməli, defekasiyanın özü önəmlidir ki, formaları. Bərk formada, defekasiya aktında biz çox şeyləri görməyə bilərik. Qaçıra bilərik, ona görə bunlar da mümkün qədər duru defekasiya aktı zamanı olmalıdır. Bunları nəzarət olunmalıdır. Sidik ümumi müayinəsi əsasən səhər saatlarında verilməlidir ac qarına. Yenə də ac qarına olarkən 4-5 saatlıq aclıqdan sonra günorta belə verə bilərlər sidik təhlilini. Bir də əsasən ən çox bizdə problemlər yaşayırıq qlükoza ilə. Qlükoza bilirik ki, 8 saatlıq aclıqdan sonra verilməlidir. Əsasən səhər saatları yemək yemədən su içə bilərlər təbii ki. Qlükoza, insulin direnci, homoayr testlərimizi verə bilərik və yaxud da axşam saatları belə verilsə, yenə də 4-5 saatlıq minimum aclıqdan sonra bunlar verilməlidir. Aha, yəni bunları nəzərə alın və valideynlər soruşurlar ki, bəs biz Turan xanıma məhz qurd xəstəlikləri ilə bağlı müraciət etməyə istəyirik. Gələndə özümüzlə övladlarımızın analizini gətirəkmi? Laboratoriya gedənə qədər onlar necə saxlanmalıdır? Burada yəni hər hansı çox gözəl məqamlar varmı? Deməli, nəcis analizləri əvvəllər deyirdilər ki, 2 saat ərzində ya yarım saat ərzində çatdırılsın laboratoriyalara. Bu yalnız və yalnız ibtidailərin, yəni bağırsaqda ishal olarkən biz ibtidaidən şübhələnirik. Escherichia coli'dir, balantidiumdur, lambliyalardır. Bu zamanlar onlar daha çox parçalanmağa və partlamağa meyilli olduqları üçün biz onları 2 saat ərzində isti şəraitdə çatdırmaqlarına müraciət edirik. Lakin digər vaxtlar, istər lambliya olsun, sistləşməyə meyillidir. Onlar sistləşərək öz yumurtalarını 3 aya qədər nəcisdə belə saxlaya bilirlər. Qurd invaziyaları ölsə belə, istər vegetativ formalar, istər yumurtaları nəcisdə 2 sutkaya qədər saxlaya bilirlər öz formalarını. Buna görə nəcisin ümumi müayinəsini axşamdan belə, dünəndən belə olsa tutsunlar. 24 saat ərzində sərin və qaranlıq yerdə, qapalı konteyner qablarda saxlayıb gün ərzində bizə çatdıra bilərlər. Laboratoriyamız saat 5-ə qədər işləyir təbii ki. Dediyim kimi, yalnız ishallarda,
temperatura və bədə bağırsaq ishalları zamanı biz onları 2 saat ərzində qəbul edirik ki, tez bir zamanda bakterioloji müayinəsini edə bilək. Təşəkkür edirik bax belə geniş bir cavab üçün və əlaqə nömrəsini qeyd edirəm 050 273 90 16. Baxdınız, gördünüz hansı hallarda bizim dəyərli Turan xanım istər dəri xəstəlikləri olsun, istər saç dibində olan problemlər olsun, istər qaşınmalar olsun, istər qurd invaziyaları olsun, istər bax dermatomikozlar olsun, hansı ki əvvəl və sonraları görürsüz, dırnaqda belə hallarla bizə müraciət edən o qədər insanlar var. Saçlarının belə tökülməsinə çox əhəmiyyət verməyənlər var. Xüsusən də uşaqların başında düşünürlər ki, harasa dəyib, travma nəticəsində olub, amma daha sonra o nahiyələrin daha da böyüdüyünü görən valideynlər vaxt itirmədən Turan xanıma müraciət edə bilərsiniz. Müxtəlif hallar var, dermatitlər, qaşınmalar var. Elə onlarla bağlı hal-hazırda sual verən bir izləyicimizin də sualını səsləndirmək istəyirəm. Deyir ki, qaşınma var və qarın ağrısı var. Amma bütün analizlərim təmiz çıxır. Burada yenə də parazitdən söhbət gedə bilərmi Turan xanım? Təbii ki, ya dəri parazitlərindən söhbət gedəcək, ya mədə bağırsaq parazitləri dönə-dönə yoxlanmalıdır ki, dəqiq diaqnoz qoyulsun. Əsas məsələ odur ki, bu analizi harda verirsiniz və bir də bir məsələ var. Mənim ən narahat olduğum məqam, görürəm bəzən ətrafımda da belə insanlar olub, biraz hirslənirəm. Niyə? Çünki analiz verirlər və analiz verməklə işin bitdiyini düşünürlər. Və orada görürsən, göstəricilər biri yuxarı aşağı, oxlar qırmızı, sarı, yaşıl, indi yaşıllar normadır. Yəni qırmızı biri aşağı yuxarı göstərir və daha sonra bunu hər hansı bir həkimə oxutmurlar. Bəzən bilmirlər hansı həkimə müraciət etsinlər. Bəzən də düşünürlər ki, baxdım, nə bilim, internetdə araşdırdım, deyir, cüzi bir narahatlıqdır. Amma gələcəkdə bu hallar daha da artır və sonra geri dönməz fəsadlar yarada bilir. Ona görə sağlamlığınıza qarşı biganə yanaşmayın. Əsas məsələ budur və Turan xanıma da ürəklə müraciət eləyə bilərsiniz. Çünki bir çox məsələlərlə bağlı, görürsünüz, elə danışanda da öncə savadlı danışır. Bütün hamısını sizə izah edəcək. İstər allergiyalar olsun, istər həzm problemləri olsun, köpdən narahat olanlar, heç nə yemirəm, arığam, amma qarnım çox şişir, ağzıma su gedən kimi sudan belə şişirəm deyirsinizsə, deməli burada nəsə bir narahatlıq var. Nə deyə bilərsiniz onlara Turan xanım? Deməli, orqanizm çox müxtəlifdir, individualdır. Hər bir orqanizm, istər metabolizm sürətli olan insanlar, istər metabolizm yavaş olan insanlar çox fərqlidirlər və burada ilk növbədə psixoloji durum çox böyük rol oynayır. Bunu yəqin bütün insanlar təsdiqləyə bilərlər ki, birinci növbədə psixoloji durumdan asılı olaraq mədə bağırsağın pozulması mümkündür və ikincili olaraq immun zəifliyi əmələ gəlməsi və digər parazit növləri ilə yoluxma prosesi baş verə bilər. Bunlar üçün ancaq funksional olaraq orqanizm araşdırıldıqda bir mədə bağırsaq sistemi dedikcə ondan artıq orqanlar orada araşdırılır. Ağız boşluğu, dildən tutmuş, qida borusu, mədə, 12 barmaq bağırsaq, qaraciyər, öd yolları, mədaltı vəzi, bağırsaqların hər biri və düz bağırsağa qədər hər biri araşdırılır ki, görün nə qədər xəstəliklər biz ayırd edə bilərik burada. Yəni biz bir dənə qurd deyəndə bir dənə analizi götürüb onu araşdırmırıq. Çünki qurd bizim üçün asandır, yoxlanmağı və müalicəsi çox asandır. Lakin digər qalan fəsadı biz aradan qaldırırıqmı? İmmun sistemi düzəldirikmi və insanın orqanizmini, həyata baxış açısını dəyişə bilirikmi? Bu bizim üçün önəmlidir. Bəli, bir də o insanlar var, hansı ki yuxudan ayılanda artıq yorğunam deyir, bitkinəm deyir, heç enerjim yoxdur deyir. Bax, onlar da Turan xanıma müraciət edə bilərlər. Vitamin və mineral azlığı, immun çatışmazlığı, xüsusən uşaqlarda boy və çəki problemi ilə də bağlı Turan xanıma Azərbaycanın bölgələrindən, dünyanın bir çox ölkələrindən, ötən dəfə biz sizinlə danışanda söylədiniz ki, Rusiyadan, Özbəkistandan, hal-hazırda müalicələrimiz gedir onlara da. Allah kömək, həm də onlayn da, yəni bəzi məsələlər var ki, hansı ki doktorumuz göstərişlə xüsusi analizlər istəyir və onunla da təbii ki bu xarici ölkələrdə yaşayanlar üçün aktualdır. Buyurub müraciət edə bilərsiniz. Həftənin 6 günü Baku City görüntüləmə mərkəzi Gənclik metrosunun yaxınlığında yerləşir. Turan xanım orada həftənin 6 günü, həftə sonları bölgələrimizdə olur. Bu dəfə Lənkəranda olacaq. Əziz cənublular, Lənkəranda Medlandiya Hospitalda dəyərli həkimimizin qəbuluna yazıla bilərsiniz. Qəbul bir gündür, ona görə gecikməyin. Ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayın. 20 illik iş təcrübəsi, minlərlə pasiyentin etimadını qazanan dəyərli Turan xanımın qəbuluna yazılın. Turan xanım, təşəkkür edirəm sizə. Minnətdaram sizə də.
Minnətdaram gəlişiniz üçün. Bir daha qeyd edim, 050 273 9016 həftə içi 6 gün Baku City görüntüləmə mərkəzi Gənclik metrosunun yaxınlığında. Bu ay, yəni ki, həftə sonu isə Lənkəranda pasiyent qəbulu edəcək. Medlandiya Hospitalda eyni nömrə ilə əlaqə saxlaya bilərsiniz. Biz isə ATV Xəbərin günorta buraxılışını izləyəcəyik. ATV Xəbərin 14:00 buraxılışından sonra növbəti dəyərli mütəxəssisimizlə yenə sizə faydalı olmağa çalışacağıq. Xüsusən də ürək sağlamlığına dəyər verənlər ekrana yaxın əyləşin.